Binəqədi Novxanı yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narazılıq doğurur. Yol kənarında neft pompalarının yaxınlığında heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir. Bu öz başınalığa kim icazə verib? Və aidiyyatı qurumlar niyə susur? Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır. Lakin Binəqədi Novxanı yolunda gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı iddia edilir. Bölgə TV Xalq Onlayına istinadən xəbər verir ki, nə ərazidə ictimai məlumatlandırma lövhəsi var, nə də təhlükəsizlik normalarına riayət edilir. İşlək neft buruqları yaxınlığındakı tikintilərə kim himayədarlıq edir? Maklerlər ev inşa edib satışını həyata keçirirlər. Sual olunur, Binəqədi rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, eləcə də digər nəzarət orqanları bu tikintidən xəbərsizdir, yoxsa xəbərdar olub göz yumurlar? Əgər xəbərsizdirlərsə, nəzarət mexanizmləri niyə işləmir? Əgər xəbərdardırlarsa və tədbir görülmürsə, bu artıq himayədarlıq şübhələrini yaradır. Cəmiyyətdə isə belə qanunsuz tikililər narazılıq yaradır. Qanunsuz tikintilər kimlərin maraqlarına xidmət edir və bu maraqlar qanundan üstün tutulurmu? Aidiyyatı qurumlar məsələyə aydınlıq gətirməli, qanunsuz tikintinin dərhal dayandırılması və qanunsuz tikintiyə icazə verən şəxsin cəzalandırılması üçün addımlar atmalıdır. Məsələ ilə bağlı aidiyyatı qurumlarda heç bir açıqlama ala bilmədik. Qurumların fikirlərini dərc etməyə hazırıq. Rəna Rövşən qızı, Bölgə TV.